Daşkənddə 5-ci Beynəlxalq İnvestisiya Forumu keçirilib. Forum iqtisadi əməkdaşlığı müzakirəsi, investisiyaların cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından mühüm platformalardan birinə çevrilib. Forumun işində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edir. Özbəkistana işgüzar səfəri çərçivəsində Əli Əsədov Özbəkistan Respublikasının prezidenti Şavkat Mirzoyevlə görüşüb. Baş nazir Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Özbəkistanın dövlət başçısına çatdırıb. Şavkat Mirzoyev salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını Azərbaycan prezidentinə çatdırmağı xahiş edib. Görüşdə Azərbaycanla Özbəkistan arasında münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik əsasında uğurla inkişaf etdiyi qeyd olunub. Tərəflər ticarət, iqtisadi, investisiya, nəqliyyat, logistika, enerji və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Səfərin mühüm nəticələrindən biri Azərbaycan və Özbəkistanın baş nazirləri Əli Əsədov və Abdullah Aripovun iştirakı ilə ikitərəfli sənədlərin imzalanması olub. İmzalanan sənədlər Azərgold Qapalı Səhmdar Cəmiyyətinin iştirakı ilə Özbəkistanda qızıl yatağının birgə işlənilməsini, Azərbaycan Beynəlxalq Bankı ilə Özbəkistanın müvafiq qurumu arasında bank sahəsində əməkdaşlığı, həmçinin Nexol Holding şirkətinin iştirakı ilə Özbəkistanda əhəmiyyətli faydalı qazıntıların birgə işlənilməsini nəzərdə tutur. Daşkənd Beynəlxalq İnvestisiya Forumunda çıxış edən Əli Əsədov Özbəkistan hökumətinə dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib. O bildirib ki, Prezident Şavkat Mirzoyevin rəhbərliyi ilə Özbəkistan sosial-iqtisadi inkişaf sahəsində ciddi nəticələr nümayiş etdirir. Baş nazirin sözlərinə görə həyata keçirilən islahatlar iqtisadiyyatın modernləşdirilməsi və biznes mühitinin yaxşılaşdırılması ölkənin investisiya cəlbediciliyini gücləndirir və beynəlxalq tərəfdaşların Özbəkistana marağını artırır. Əli Əsədov vurğulayıb ki, Azərbaycan da beynəlxalq investisiya əməkdaşlığına böyük əhəmiyyət verir. O xatırladıb ki, ötən il Azərbaycan 1-ci Beynəlxalq İnvestisiya Forumunu keçirib və bu tədbir investorlar, işgüzar dairələr və beynəlxalq maliyyə strukturları tərəfindən böyük maraqla qarşılanıb. Baş nazir bildirib ki, bu işin məntiqi davamı olaraq cari ilin sentyabrında 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək və tərəfdaşları bu tədbirdə iştirak etməyə dəvət edib. Azərbaycanın investisiya siyasətindən danışan Əli Əsədov qeyd edib ki, ölkə açıq iqtisadiyyatın inkişafı, özəl sektorun gücləndirilməsi və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi xəttini ardıcıl şəkildə davam etdirir. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox investisiya yatırılıb və bunun təxminən yarısı xarici investisiyaların payına düşüb. O vurğulayıb ki, ölkədə investorların hüquqlarının qorunmasını, investisiyaların toxunulmazlığını, kapitalın sərbəst hərəkətini və bazarın bütün iştirakçıları üçün bərabər şərtləri təmin edən müasir qanunvericilik bazası yaradılıb. Baş nazir həmçinin bildirib ki, Azərbaycanın əsas üstünlüklərindən biri ölkənin Avrasiyanın mühüm nəqliyyat marşrutlarının kəsişməsində yerləşməsidir. Onun sözlərinə görə həyata keçirilən infrastruktur layihələri Azərbaycanı regionun əsas nəqliyyat logistika mərkəzlərindən birinə çevirib. Ölkə dəniz limanlarının, dəmir yollarının, avtomobil magistrallarının və müasir nəqliyyat infrastrukturunun inkişafına böyük vəsait yatırmağa davam edir. Əli Əsədov yaşıl energetikanın inkişafına da ayrıca toxunub. O qeyd edib ki, Azərbaycan milli enerji balansında bərpa olunan enerji mənbələrinin payını artırmaq üçün iddiaları, hədəflər müəyyən edib. Ölkədə günəş və külək enerji sahəsində iri layihələr həyata keçirilir, aparıcı beynəlxalq şirkətlər cəlb olunur və investorlar üçün yeni imkanlar yaradılıb. Baş nazir vurğulayıb ki, dünya iqtisadiyyatının transformasiyası şəraitində beynəlxalq investisiya əməkdaşlığının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə bu istiqamətdə mühüm mexanizmlərdən biri birgə investisiya fondlarıdır. Bu fondlar maliyyə resurslarını birləşdirməyə və strateji əhəmiyyətli layihələri həyata keçirməyə imkan verir. Əli Əsədov qeyd edib ki, Azərbaycan artıq dost ölkələrlə belə təcrübəni inkişaf etdirir. Xüsusilə Özbəkistan, Qazaxıstan və Qırğızıstanla yaradılmış birgə investisiya fondları iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi və perspektivli sahələrə investisiyaların cəlb edilməsi baxımından effektiv alət rolunu oynayır. Beləliklə, Azərbaycan nümayəndə heyətinin Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirakı Azərbaycanla Özbəkistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha göstərir, imzalanan sənədlər, keçirilən görüşlər və tərəflərin bəyanatları təsdiqləyir ki, iki qardaş ölkə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, iqtisadi əlaqələrin genişləndirilməsinə və yeni birgə layihələrin həyata keçirilməsinə yönəlib. İldırım Musayev, Esmira Turan, TV1 xəbərlər.